Rusiyada qanunsuz siqaret satışı ilə məşğul olan Azərbaycanlı cəzalandırılıb. Lentaz yerli mediaya istinadla bildirir ki, o 1974-cü ildə Bakıda anadan olan Rusiya Federasiyasının vətəndaşı, Tokmak şəhərində yaşayan fərdi sahibkardır. Qeyd olunub ki, həmin şəxs qeyri-ixtisas mağazalarında pərakəndə ticarət, o cümlədən tütün məmulatlarının satışı ilə məşğuldur. 2023-cü ilin sentyabr ayında Azərbaycanlı Melitopolda naməlum şəxsdən ən azı 1028 qutu markalanmamış tütün məlumatı alıb. Bu məbləğ tütün məmulatlarının minimum qiymətindən aşağıdır ki, bu da paket başına 129 rubl təxminən 2 manat 70 qəpik təşkil edir. Daha sonra vətəndaş Tokmakda icarəyə götürdüyü pərakəndə satış nöqtəsində siqaret satmağa başlayıb. Lakin 2023-cü ilin oktyabrında sahibkarın cinayət fəaliyyətinin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Pərakəndə satış məntəqəsinə baxış zamanı xüsusi aksiz markaları ilə məcburi markalanmalı olan markalanmamış tütün məmulatları, o cümlədən 410 qutu Kosmos siqareti, 190 qutu Stolichny Klassicheskiy siqareti və 428 qutu Stewardessa markalı siqaret aşkar edilərək götürülüb. Ümumilikdə vətəndaşdan 1028 bağlama götürülüb, ekspertizanın rəyinə əsasən üzərində Qoznak Açıq Səhmdar Cəmiyyətinin məhsulları olmayan xüsusi aksiz markalar vurulub. Müsadirə edilmiş aksizsiz tütün məmulatlarının ümumi dəyəri təxminən 2572 manat təşkil edib. Zaporojye vilayətinin Palagovski rayonlar arası məhkəməsi Azərbaycanlını cinayət törətməkdə təqsirli bilib və 80 min rubl təxminən 1681 manat cərimə cəzasına məhkum edib.